Bu 5 testi keçməyən qadından qəti evlənmə. Birinci test odur ki, onu xoşbəxt olanda yox, əsəbi olanda analiz elə. Çünki insanın əsl üzü əsəbi olanda ortaya çıxır. Bir nəsə bir mübahisə, dava-dalaş əsnasında səni təhqir edirmi, səni aşağı çəkməyə çalışırmı, səni küçümsüyürmü, təhdid edirmi, kontrolunu itirirmi, yoxsa sağlam bir düşüncə ilə, sağlam addımla mülayimliyini qoruyub, həmin o problemlərsə onu səndən söhbət edib həll etməyə mi çalışır? İkinci test hüzur testidir. Özünə dürüstcə bu sualı ver. O insan sənin həyatını daha çox asanlaşdırırmı, yoxsa çətinləşdirirmi? Sənə daha çox hüzur və enerji verirmi, yoxsa daha da stres mi verir? Evlilik dediyimiz şey sənə daha çox hüzur verməlidir. Yoxsa ikinci iş kimi hiss elətdirməməlidir. Üçüncüsü, nəzarətsiz sədaqət. Çoxu kişinin elədiyi səhv budur ki, qadının üstündə davamlı olaraq bir nəzarət mexanizması cəmləməyə çalışır. Bunu geyinmə, ora getmə, onu eləmə, filan kəslə danışma. Yox. Bir qadının sədaqətini bundan bilmək olmaz. Nə bilirsən ki, onu boşlayandan sonra o nə edəcək? Bunun əvəzinə bunu elə qardaşım. Arxana yaslanırsan, küsulu olduğunuz vaxtda. Məsələn, bir aranıza məsafə girdiyi vaxtda, sən yox ikən, sənə hələ də hörmət edirmi? Sənə hələ də dəyər bəsləyirmi, sevgi bəsləyirmi? Sənə hələ də sadiqdirmi? Yoxsa gedib başqa kişilərin diqqətini çəkmək üçün çırpınırmı? Başqaları ilə kontakta girirmi? Başqaları ilə flörtləşirmi? Özünü nümayiş etdirirmi? Təbii ki, əgər belə bir qadındırsa, nəinki evlənmək, bu tip qadınların adını bilirik də nədir? Dördüncü test, çətin zamanlar testi. Çox gözəldir, mütləq şəkildə edin. Bir şeylərini itirmiş kimi davran. Zaman, pul, komfort. Bu durumda səndən getdikcə uzaqlaşırmı? Səni artıq əvvəlki kimi dəyərli görürmü və yaxud görmürmü? Sənə qarşı artıq daha beləsinə qırıcıdırmı? Hər kəs səni zirvədə olarkən sevər. Çox az adam sən dipdəykən səni seçər. 5-ci test adaptasiya testidir. Buna diqqət edin, çünki boşanmaya qədər gedir söhbət. Deməli, qadın səni rahat bir şəkildə izləyirmi? Yəni, sənə olan güvənindən, hörmətindən və sevgisindən dolayı. Qorxudan dolayı yox ha, dediklərimdən dolayı. Yəni, hər hansısa bir qərar vermə anında və yaxud bir mübahisə əsnasında səninlə burun-buruna mı durur, yoxsa səni izləyirmi? Sonda bunu unutma. Gözəllik keçicidir, seksilik, cazibədarlıq keçicidir. Sevgi, arzu, istək, bunların hər biri keçicidir. Nə qalıcıdır? Xarakter. Evliliyə qədərki proses müsahibədir. Müsahibədə istifadə ediləcən testlər isə bunlardır. Evlilik dediyimiz şey sözləşmədir. Bu testlərdən hər hansısa birindən keçməyən qadınla bu sözləşməni imzalama. Müvəqqəti hisslərlə, müvəqqəti həzlərlə verəcəyin ani bir səhv qərar bütün həyatın boyunca bədəl ödəməyinə gətirib çıxarar və bu sənin üçün çox ağır olar. Hələlik.